Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test topsu 2-ci hissədən davam edirik izahlarımıza. Deməli, bugün əlavələrə aid olan testlərin izahına baxacağıq. İzahımıza keçməmişdən öncə bu tipli izahların tez-tez gəlməyini istəyirsinizsə, bizə dəstək olmaq üçün nə edirsiniz? Abunə olursunuz, paylaşırsınız, bəyənirsiniz, eləmi? Və digər videolardan da anında xəbərdar olmaq üçün o bildirişləri açıq tutmağı da unutmayın. İndi isə gəlin başlayaq görək burada nə kimi suallarımız var, bizdən nələr istəyir. Akif, oğlum, biraz diqqətli ol. Burada görürsünüz ki, əlavə nəyə aiddir xitaba? Oğlum, müraciət bildirir, elə deyil. Əlavə xitaba aid. Əlavə bütün cümlə üzvlərinə aid ola bilər. Buna əlavə olaraq əlavələrin də, daha doğrusu xitabın da əlavəsi olur. Nə edir? Özündən əvvəlki üzvü aydınlaşdırır, konkretləşdirir, dəqiqləşdirir, eləmi? Mənasını daha da aydınlaşdırır da belə deyək. Ciddi bir çətinlik yoxdur. Sadəcə burada diqqət edəcəyiniz nüanslardan biri feili birləşmənin və yaxud ismi birləşmənin asıl tərəfin əlavəsi. Yəni orada cümlə üzvünün əlavəsi yoxdur. Burada feili bağlama tərkibinin asıl tərəfinin əlavəsi. Məsələn, bu şəkildə seçə bilməyiniz də olar. Qalan hallarda inanıram ki, cümlə üzvünün əlavəsində yəni ciddi bir çətinliyiniz olmaz. Gəlin baxaq, məsələn 2-də deyir ki, tamamlığın əlavəsini seç. Aşağıdan birinci mərtəbədən haradan, eləmi, zərfliyindir. Təbrizi, bu qədim şəhəri heç unutmaq olmur. Demək, nəyi, şəhəri, eləmi? Hansı şəhəri? Təbrizi. Oldu tamamlığın əlavəsi. Bakıya paytaxtda hara? Azər, ən yaxın dostum kim? Azər kim dostum, eləmi? Cavan da qoca da, bax burada cavan, qoca, həmcins üzvlərdir. Bu da nədir? Həmcins üzvlərə aid olan ümumiləşdirici söz. Yəni burada əlavədən söhbət getmir. Ümumiyyətlə həmcins üzvlərdə bərabər hüquqluluq var. Biri digərindən asılı olmur, biri digəri mənasını filan aydınlaşdırıb eləmir, eləmi? Hərəsi özü ayrı bir şeydir. Və ümumiləşdirici sözdə hər cümlədə necə də şey işlər, həmcins söz. Məsələn 2 dənə, 3 dənə, 4 dənə olan hamısına aid olan 4-ünü, 3-ünü birləşdirən, 3-ünə də aid olan bir söz. Mənasını aydınlaşdırmır, ha, sadəcə ümumiləşdirir. Yəni ümumi bir sözdən əvəzləyir də belə deyək, olan hamısını. Kiçik bacısını, Səliməni kimi, kiçik bacısını kimi, Səliməni. Bu tamamlığın əlavəsi də rahatdır. Demək, zülmkardan, Yekaterinadan, kimdən? Bu da tamamlığın əlavəsidir. İlk suallar yəqin ki, biraz rahat gedəcək. Demək, səhər duranda piri kişi qonağı, şəhərli ovçunu kimi görmədi qonağı, kimi görmədi ovçunu. Burada da tamamlığın əlavəsində tamamlıqla davam edirik estafetimizi. Hansı cümlədə əlavə işlənməmişdir deyir. Dünən, yəni mayın 17-sində, mayın 17-sində imiş, dünən imiş. Özündən əvvəlki, daha doğrusu dünən nə vaxt imiş, mayın 17-si imiş. Özündən əvvəlki üzvü aydınlaşdırdım. Ələkbərov kim? Görkəmli səhnə xadimi Ələkbərovu aydınlaşdırdı. Sonra küçələrə çıxanlar arasında gənclər, qocalar var. Gənclər, qocalar, burada həmcins üzvlərdir, eləmi? Qoca gənci izah eləmir də, yəni onun mənasını aydınlaşdırmır. Qoca fərqli bir şeydir, gənc fərqli bir şeydir. Cavab olacaq C variantı. Ayın 22-sində, yəni şəhər qarşında. Şəhər qarşında nə zaman? Ayın 22-sində axşam. Axşamı izah edir də, bu da ayın 22-sində yox. Demək, əlavə yəni bağlayıcısından aydınlaşdırma bağlayıcısından işlənəcək və yaxud da ki, tire qoyulacaq ilə işlənəcək. Aşağı, çayın kənarı, hara? Bu da zərfliyin yoxsa mübtədanın əlavəsi məsələsi var. Uşaqlar, haranı görəndə birbaşa zərflik demirik. Haraya deyə bilmirsənsə, deməli zərflik deyil. Haraya, çayın kənarıya olmayacaq, aşağıya dolayı olmayacaq. Ona görə burada mübtədanın əlavəsidir. Tamamlıqın, daha doğrusu zərfliyin əlavəsi deyil. Diqqətli olmaq lazımdır. Bilirik ki, bu haraya sualına cavab verə bilirsə zərflikdir, verə bilmirsə mübtədadır hara sualına cavab verən söz. Başqa cür sənin rəqiblərin kimi necə düşünür, nə tərzdə düşünür, başqa cür düşünür, sənin rəqiblərin kimi düşünür, zərfliyin əlavəsidir. Tərz hərəkət zərfliyin feili aid oldu da, elə ona görə təyin yox, zərflik olacaq. Sonra Kəkliyin fikri onda, balaca onda idi, balaca bacısında idi, ixtisar olunur da burada bir növ. Onda nə olur? Xəbərin əlavəsi olmuş olur. Sonra kəndin mərkəzindən musiqi sədaları eşidilirdi.
Nə deyir? Cümləsində yer zərfinin əlavəsi ola biləcək. Kəndin mərkəzindən sözünə əlavə axtaraq. Mədəniyyət evinə elə burada. Qış gecələrindən olmaz. Bu səhər təbiət adam səsinə sonucunda dəxli yoxdur heç birinə. Elə mədəniyyət evinə. Çağındar ağa irəliyə, su qovşana, hara, hara ya deyə bilirsən artıq burada, eləmi? Ona görə elə yer zərfinin əlavəsidir. Mənim arzum oxumaqdır, müəllim olmaqdır. Dır şəkilçisi yoxdur. Burada bilirəm ki, xəbərin əlavəsidir. Hansı cümlələrdə əlavə tamamlığa aid deyil? Səhər tezdən qardaşlar heybələrini, analarının sevgi ilə tikdiyi xurcunlarını götürüb nəyi tamamlamaq istəyir? Yəni, götürüb bir dəqiqə. Nə tərzdə? Yoldaşdan xurcun götürüb, görsən özüm şaşıram. Bu nədir burada? Feili bağlama. Cümləyə baxaq. Yola düşdülər. Nə tərzdə? Analarının sevgi ilə tikdiyi xurcunları da götürərək. Feili bağlama tərkibidir. Burada bu tərəf feili bağlama tərkibinin aslı tərəfidir. Yaxşımı? Bax, əlavə nə? Bu deyil. Əlavəyə baxırsan ki, cümlədə müstəqil cümlə üzvüdürmü? Xeyr, burada müstəqil cümlə üzvü deyil. Əlavə hansı cümlə üzvüdür? Zərflik. Necə zərflik oldu? Götürübdən bərabər. Götürübsüz cümlə üzvü ola bilmir. Müstəqil cümlə üzvü olmur. Yaxşı, bu müstəqil cümlə üzvü olmursa, sən buna necə hər hansı bir cümlə üzvünün əlavəsi kimi baxa bilərsən? Baxa bilmirsən. Deməli, burada heç bir cümlə üzvünün əlavəsi yoxdur. Burada feili bağlama tərkibinin aslı tərəfi. Çünki bu ikinci tərəf əsas olmur. Ondan əvvəldə aslı olur da. Feili bağlama tərkibinin aslı tərəfinin əlavəsi var burada. Bir cavabımız olacaq. Bax, onu, odlar qızını durmadan alqışlar. Kimi alqışladılar? Odlar qızını, kimi onu. Bu tamamlığın əlavəsi olacaq ki, olanlar çıxacaq məsəl üçün. Ölkəmizin bütün sərvəti, nefti, pambığı, taxılı, bir sözlə, nədir? Ümumiləşdirici söz. Hər şeyi bunlar bir sözlə yekunlaşdırıcı sözdür. Hər şey ümumiləşdirici söz. Yəni burada əlavə yoxdur. Bir cavabımız. Dan ulduzunun rəhbərini kimi, Gülarə xanımı tamamlığın əlavəsidir. Kimdən? Dörtlükdən danışırdı. Bu da tamamlığın əlavəsidir. Əlavə hansı cümlədə isimlə ifadə olunmuş yer zərfliyinə aiddir deyir. Anam tezdən kəndimizə, hara, su qovşana, hara kəndimizə. Elə bu yer zərfli idi, isimlə ifadə olundu kənd. Yəni, su qovşan cavab olacaq əvvəl. Aşağı zərfdən ifadə olunub, geri zərfdən ifadə olunub, sabah, nə zaman, zərfdən ifadə olunub, bizdə, əvəzlikdən ifadə olunub, sən nədir isimlə ifadə olunsun? Mübtədanın əlavəsi işlənmişdir deyir. Bura küçənin yuxarı başına gəl. Bura, haraya, küçənin yuxarı başına gəl. Haraya da sualını verə bilsən, bu olur zərfliyin əlavəsi. Zərflik. Bakıdakı, paytaxtdakı hadisə. Hansı hadisə? Bakıdakı, hansı paytaxtdakı? Bu oldu təyin əlavəsi. Bura idarənin yeni binası. Çox hara səliqəlidir? Bura. Hara idarənin yeni binası. Eləmi? Burada bir dənə tire qoymalıyıq. Haraya deyə bilmirsən, demək bu nədir? Mübtədanın əlavəsidir. Ora, Musagilin məktəbinə, oraya, haraya, Musagilin məktəbinə, bu da oldu zərflik. Oraya deyə bilirəm. Onların evi kəndin aşağısında, çayın harada idi? Kəndin aşağısında idi, çayın sahilində idi. Bu da nədir? Xəbərin əlavəsi. Sən hansı deyildi? Mübtəda, demək cavab olacaq C variantı. Xəbər əlavəli işlənmişdir. Səni ən yaxın dostumu kimi, bu tamamlıqdır. Dediyim kənd orada, həmin dağın ətəyindədir. Oradadır, həmin dağın ətəyindədir. Eləmi? Bu da olacaq xəbərin əlavəsi. Bura bax, qardaşım, indi Şah Qacar, o sizi talayan dişi canavar. Kim? Şah Qacar, kim? Canavar. Eləmi? Burada cavab olacaq C variantı, mübtədanın əlavəsi. Xəzər dənizinin sahilində, buzovnada, harada zərfliyin əlavəsidir. Sonra bizdən bir qədər aralıda, harada, Sıldırım qayanın o tərəfində yer zərfliyin əlavəsidir. Hansı nümunədə cümlə üzvlərinin əlavəsi işləmişdir? Onun nəql etdiyi hadisədə zərrə qədər uydurma yoxdur. Burada heç bir əlavədən söhbət getmir. Mən Rəxşəndəni, yeni nəslin nümayəndəsini, Rəxşəndə kim imiş? Yeni nəsil nümayəndəsi imiş. Tamamlıq, daha doğrusu tamamlıq da elə. Dünən yəni aprelin 8-i burada əlavə var.
Oncuların bir neçəsi bu da həmci sözlərdir, bu da getdi. Cavab nə olacaq? Səndən əlavə işlənmişdir deyirsə 2, 3 olacaq. 1, 4 olmağa diqqətli olun. İşlənmişdir deyir. Sonra gör nə gör nə məğrurdur sidr ağacı, Sibir gözəli. Nə deyir bu da? Mübtəda əlavəsi ilə ifadə olunub. İsmi birləşmədə sidrin ağacı, Sibrin gözəli. Rahat bir sualdır. Birinci tərəf qeyri-mənə gəlir, ikinci tərəf mənsubiyyət şəkildə. Cümlə özünün əlavəsi işləməyibdir. 10 gün qabaq yanvarın 30-u nə zaman? Yəni yanvarın 30-u. Bir incə varlığı, kəpənəyi əlimdə ehtiyatla tutmuşdum ki, burada əlavə var, eləmi? Varlığı, kəpənəyi. Yurdumuzdur Qarabağdır. İlk dəfə söz vəsiqəsi imtahanından 5 il əvvəl, yəni 2017-ci ildə iştirak etmişəm. Orada var. Hı. Sabir dostum tez qayıt. Cümlə üzvünün əlavəsi yoxdur. Burada xitabın əlavəsi var. Qəşəng deyib. Gördün sən, əlavə işlənmişdir demirdi. Cümlə üzvünün əlavəsi işlənməkdir. Burada əlavə var, amma xitabda. Xitab. İlk başdan isə burada da əlavə var, cavab yoxdur. Amma diqqətlə baxanda görürsən, cümlə üzvünü deyir. Tamamlığın əlavəsi işlənmişdir. Oğlan anasına gözəl bir hədiyyə, namaz xalçası. Hədiyyəni, namaz xalçasını almışdı. Tamamlıq da elə burada. Qeyri-mənə təsirli yaldır da. Evin tək övladı gənc zabit. Kim? Evin tək övladı zabit. Şagirdlərdən biri anar kim? Eləmi? Əli əmi kim? Dənizdə idi, harada idi? Xəzərdə idi. Bu da xəbərin əlavəsi. Oxusun mübtəda oldu. Cümlələrdən hansında zərfliyin əlavəsi işlənmişdir deyir. Zərflik. Siz indi təhsil alırsınız, yəni biliklərinizi artırırsınız xəbərdir burada. Nə? Sonra yerin bir bu qurşağına tropik yaxud isti qurşaq deyilir. Burada zərfin əlavəsi yoxdur. Uzaqda, şu düzün ortasında, harada? Zərfin əlavəsi buradadır. Dənizçilər sübh tezdən günəş hələ doğmamışdan nə zaman çatdılar? Zaman zərfli 25-də olacaq B variantı. Cümlələrin birində tamamlığın əlavəsi işlənmişdir. Anar, tələbə yoldaşım kim? Oldu, eləmi? Bütün sahə, quyular bir anda onun gözləri qarşısında canlandır. Nə sahə, nə quyular? Mübtəda. İnstitutun 5-ci, yəni sonuncu hansı kursunda təyin. Sonra Firudun xırmanın qırağında. Hələ döyülməş buğda tayasının yanında. Zərflik. Sizi kimi gəncliyi tamamlığın əlavəsidir. Yer zərfinin əlavəsi işləyir. Bizi döyüşdən çıxmış əsgərləri kimi tamamlıqdır burada. Qalxan tüstü və dumanı cənuba, Lənkəran tərəfə hara? Bu yer zərfli olar. Demək bir cavabım olmayacaq. Eləmi? 2 cavabım olacaq. 2, 3 yoxdur, 2, 4. Lakin bircə an sonra eyvanda bircə an sonra eyvanda söhbət tamam başqa şeydən, müharibə nədən? Tamamlığın əlavəsidir. Eləmi? Yuxarı adım biz buraya, Sətan evinə hara? Buraya. 4. Haraya? 2, 4, 27 olacaq. Y variantı. Tamamlığın əlavəsi işlənmişdir. Rayonumuza, Saatlıya, haraya? Geri, hara kəndə, qabaqda harada, eləmi? Sağ tərəfə hara? Şəhərimizi, haranı, sualı biz bilirik ki, n tamamlığındır. Zərfliyin deyil. Zərflik deyil. Oldu Y variantı. Birində söz birləşməsi ilə ifadə olunmuş zərfliyin əlavəsi işlənmişdir. Biz bura yaz aylarında gül çiçək fəslində gələcək. Buraya yaz nə zaman? Yaz aylarında nə zaman? Gül çiçək fəslində. Zərfliyin əlavəsi işlənib. Eləmi? Yaz ayları gül çiçək fəsli əlavədən də işlənib. Bəli, cavab variantıdır. Yəni söz birləşməsi də yaz ayları. Niyə mən bu tamamlıq kimi edirəm? Zərflikdə nə zaman? Gül çiçək fəslində. Kəmiyyət zərfinin əlavəsi deyir. Uşaqlar bağdakı meyvələrin imkanları çatan qədər cibləri tutduqca yığdılar. Elə bu da. Nə qədər yığdılar? İmkanlar çatan qədər cibləri tutduqca. Kəmiyyət zərfinin əlavəsidir. Məqsəd zərfliyin əlavəsinə baxaq. Burada tamamın evini gördükdə. Əsmər xala İlyası burada
tamamın evində gördükdə tərcümənin harada tamamın evində zərfliyidir. Yəni yer zərfliyində. Çoxdan hələ kəndə məmlük etdiyi illərdən nə zamandan xeyli tamam yorulana qədər vacib iş üçün kinoya çəkilməkdən ötürü bax hələ vacib işi görməyib, kinoya çəkilməyib, eləmi? Bilirəm ki, burada məqsəd zərfliyin əlavəsidir. İş hələ görülməyibsə. Mübtədanın əlavəsi vardır deyir. Onu boya başa çatdırdığı igid balasına, kimi onu, kimi balasına. Tamamlıq. Bunları füqara balalarını kimi, tamamlıq. Ülfət oğlunun bir nəfərlə, Məşədi İbrahim nəvəsi ilə kim ilə, tamamlıq. Sonra istəyir ki, oxucu bir ailənin başçısını cəbhədə xəbər ətərsiz itən gənc Fətullahına kimi. Bu tamamlıqla gedir elə ancaq. Fəal gənclər, tələbələr kim? Fəal gənclər kim? Tələbələr belə deyək də ya. Cavab variantı. Cümlə özünün əlavəsi var. Bu şeydir. Əlavə deyil, eləmi? Baxmayaraq əlavəsi. Burada da əlavə yoxdur. Orada qaradaşların altında. Burada cavabımız C variantıdır. Həmcins üzvlərdir, həmcins üzvlərdir. Sonra 34. Əlavəsi tamamlığa aiddir. Baxaq. Əli bəy Dan Ulduzunun rəhbərindən kimdən? Dan Ulduzun rəhbərindən kimdən? Gülarə xanımdan. Nə oldu? Əlavə tamamlıq oldu. Digərlərinə gəlin baxaq. Ölkəmizin şərəfli tarixi, tükənməz sərvəti bu gənclər gələcəyimiz üçündür. Burada şey yoxdur ümumiyyətlə. Əlavə. Bax, onu yaşadan bu alqışlardır, məhəbbətdir. Xəbər. Səlim müəllim məktəb direktoru kim? Mübtəda. Gecə hər şey zümrüd içində boğulanda. Bax, nə zaman? Hər şey zülmət içində boğulanda nə zaman? Gecə. Bu zərfliyin əlavəsidir. Zaman zərfliyin əlavəsi. Hansında təyin əlavəsi vardır deyir. Mən orada hara getsəm də mənim qibləgahım burada teatrdır xəbərindir. Şəhərdəki, yəni mərkəzdəki sıxlıq hansı sıxlıq? Şəhərdəki hansı mərkəzdəki təyin əlavəsi B variantıdır. Zərfliyin əlavəsi işlənmişdir deyir. Qonaqlar aşağıda çayın kənarındadırlar. Xəbərdirəm. Qabaqdakı meşənin kənarındakı təyin hansı? Hara yuxarı, hara dağın zərbəsi əl çatmaz yerdir. Bura haraya sonra cavab vermədicim mübtədadır. O kəndə yazda nə zaman? Sular bulananda nə zaman? Zərfliyin əlavəsi 36-dır. D variantı olacaq. Xəbərin əlavəsi burada tamamın evində. Bu zərflikdir. Qulaq as, qoy balanın vətən el qarşısında təmiz olsun. Vətən qarşısında, el qarşısında. Xəbər əlaqəsi yoxdur. Sağ cihandan, cinahdan, meşə zolağı tərəfdən İranın faşizmin başı mübtədadır. Hacı İbrahim Xəlil evi kəndin aşağında idi. Göl başında idi. Oldu xəbərin əlavəsi. El gücü sel gücüdür. El gücüdür, sel gücüdür. Heç. Mən burada Azərin yanındayım. Buradayam. Azərin yanındayam. Harada? Xəbərindir. Natiqin dostumun cavabları kimin? Natiqin Natiqin cavabları, dostumun cavabları. Natiqin dostumun. Görsən burada deyəlik, bu da mənsubiyyət. Burada ismi birləşmənin aslı tərəfinin əlavəsi var. Burada hər hansısa bir söz birləşmə əlavəsi yoxdur. Niyə görə? Çünki burada əlavə nədir? Dostumun. Dostumun sözü Natiqin sözünü izah eləyir. Nitq hissəsinə görə dəyişsə, yəni cümlə üzərinə görə təhlil etsə, dostumun cavabları deyəcəksən. Dostumun sözü müstəqil cümlə üzvü olmur, çünki yərli-kəli sözü mütləq şəkildə özünə sonra iki mənsubiyyət şəkildə bərabər bir cümlə üzvü olması lazımdır. Müstəqil cümlə üzvü olmadığı üçün sən burada hər hansı bir cümlə üzvünün əlavəsi var deyə bilməzsən. Bu nədir burada? Funksiyası nədir? İsmi birləşmənin aslı tərəf olması. Demək burada nədir? İsmi birləşmə aslı tərəfinin əlavəsi var. Biz bugün xeyli, təqribən 300 ting bastırdıq. Nə qədər ting? Xeyli. Nə qədər? Təqribən 300. Yəni demək, ismi aid olduğu üçün bu olacaq təyin. 38-də cavabımız olur D variantı. Təyin əlavəli işlənib deyir.
Dilləndi. Təzə kimya müəllimidir, Xatirə xanımdır, xəbərindir. İçəridəki, yəni böyük qonaq otağındakı uşaqların hansı uşaqlar içəridəki böyük qonaq otağındakı, eləmi? Qonaq otağındakı ocaq təyinin əlavəsi. Hara getsən də Qibləcan buradır xəbər. Dağı bir ocaqdır. Şəhriyarı, şairini tamamlıq. Eləmi? Həyatda heç kəs yoxdur, sakitlikdir. Burada ümumiyyətlə mübtəda mürəkkəb cümlədir. Mürəkkəb cümlədir. Şey yoxdur. Əlavə. 39-da getdi, 40-a baxaq. Əlavənin mübtədaya aid olduğu cümləni müəyyən edin. Ən gözəl ifaçı Lütfiyar İmanov əvəzsiz sənətkarımız idi. Burada ağla yoxdur. Asayiş bu deyir ki, bax, durğu işarə ilə buraxılıb demirsə, sən mövcud şəkildə baxacaqdır. Asayiş kesikçisi, polis mayoru Turalı hamı bəyənirdi. Kimi Turalı, hansı Turalı? Polis mayoru, asayiş kesikçisi təyin eləsin. Tərəvəz, kələm, tərəvəzi əkəcəyəm, kələmi əkəcəyəm tamamlığında. Saur Zabit Səmədov Maquli ləqəbli idmançımız kim? İdmançımız hansı? İdmançımız Maquli ləqəbli Zabit Səmədov. Bu da getdi. Lütfüzadə dünyanı heyrətləndirən alim kim? Dünyanı heyrətləndirən alim kim? Lütfüzadə. Tamam, mübtədanın əlavəsi oldu. Belə uşaqlar, məncə 41-dən sonra 70-dən testdə 41-dən sonrakini növbəti izahımızda verərik, növbəti videoda. Burada yekunlaşdıraq. Bu tipli izahlar tez-tez gəlməni istəyirsə nə edirik? Abunə oluruq, paylaşırıq, eləmi? Hər hansı bir sualınız varsa onu rəy bölməsinə yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.